Dövlət İmtahan Mərkəzi tərəfindən qəbul imtahanına çox düşən çevrə üzrə bərabər sürətli hərəkət dərsinə aid olan ekranda gördüyünüz sual tipinin izahına gəlin sizlərlə bir yerdə baxaq. Şərtdə deyilir ki, tərpənməz o bir oykaq ətrafında fırlanan kürə üzərindəki nöqtələrdən hansının xətti sürəti ən böyükdür? Yadınıza gəlirsə biz çevrə üzrə bərabər sürətli hərəkətdə mərkəzindən keçən ox ətrafında fırlanan diski keçmişdik. Hansı ki gördüyünüz bax bu şəkil tipinə baxsaz xatırlayarsınız. Burada hansı ki əməliyyatlar sabit idi? TT, N və omega. Eyni ilə diametrindən keçən ox ətrafında fırlanan diskdə də bu kəmiyyətlər sabit olacaq. Fikir verin o bir o iki ox ətrafında fırlanan diskdə də. Burada da sabit olan kəmiyyətlərin biri iştirak etməlidir düsturda. Mən də omega ilə olan düsturu verəcəm. Xətti sürəti istədiyindən, yəni V-nin omega ilə olan düsturu V bərabərdir omega R-dir. Aydındır ki, buradan V R ilə necə asıdır? Düz asıdır. Bəs R-i necə götürəcəm? Hansı ki gördüyünüz bax bu oxdan olan məsafələrə baxmalıyam. Fikir verin indi. Oxumuzun üstündən bir xətt çəkək. 2 nöqtəsinin gördüyünüz kimi oxa qədər məsafəsinə R2 deyirəm. 1 nöqtəsində R1 deyirəm. 3-ün R3 ilə işarə edirəm. 4 R4 və 5-i də bax buradan göstərdim. İndi xətti sürətindən böyüyünü istəyirsə və də R ilə düz asıdır axı. Deməli, R-in də ən böyüyü olmalıdır. Fikir verin, gördüyünüz kimi 3 nöqtəsinin R-i ən çoxdur. Deməli, burada cavab olacaq A bəndi.